8 noyabr Zəfər günü münasibəti ilə Şamaxı rayonunda təntənəli tədbir keçirilib. Tədbirdən öncə iştirakçılar ümumilli lider Heydər Əliyevin abidəsini və Şəhidlər Xiyabanını ziyarət edib, Ulu Öndər və vətən uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsini ehtiramla yad ediblər. Tamam, bayramımız mübarək olsun. Tədbirdə Şamaxı rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, Milli Məclisin deputatı Tamam Cəfərova, hüquq mühafizə orqanlarının rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri, şəhid ailələri iştirak ediblər. Tədbirin rəsmi hissəsi Şamaxı rayon Mədəniyyət Mərkəzində keçirilib. Hörmətli Tamam xanım, hörmətli tədbir iştirakçıları, bu bizim prezidentimiz tərəfindən siyasi iqtisadi gücün nüfuzu artdı. İqtisadiyyatımız güclənməyə başladı və bu çox yeni nəsillər gələr və bu proses tarixə vuruşur. Dövlətinə çevrilir. Təbii ki, 44 günə biz torpaqlarımızın çox böyük əksəriyyətini işğaldan azad etdik, önlərini bilirik, amma sonuncu Müdafiə kompleksləri təmas xəttində müxtəlif eşalonlar. Müştəriki bayrağımız Şuşada və bütün digər o vaxt işğal